Salam əziz uşaqlar. Biz bu günləri sifət haqqında keçəcəyik. Sifət əşyanın, varlığın, əlamətini və keyfiyyətini bildirən sözlərə deyilir və necə, nə cür, hansı suallarına cavab olur. Sifət əlamət deyəndə nə nəzərdə tutulur? Yəni əlamət dedikdə rəng mənasında, yəni insanın belə deyək də görünüşü nəzərdə tutulur. Görünüş də deyəndə necədir? Məsələn, əlamətin bildirir rəngin. Məsələn, sarı, qırmızı, yaşıl rəng bildirir. Sonra formasını bildirir əlamət deyəndə. Böyük, kiçik, balaca, yumru, uzunsov formasını bildirir. Məsələn, dedik enli, qalın, nazik. Yəni bunlar əlamət bildirir. Keyfiyyət deyəndə isə daxili aləm nəzərdə tutulur. Yəni keyfiyyət deyəndə məsələn hər hansı bir insan ağıllı, cəsur, zəhmətkeş nəzərdə tutulur. Məsələn, və yaxud da ki, dad mənasında dadı nəzərdə tutulur. Dadlı, duzlu, şirin, acı, turş. Bu mənalar da keyfiyyət bildirən sifətlərə aiddir. Bir də sifətlərdə ən çox cümlədə təyin olur. Məsələn, bir dənə misal göstərəm. Məsələn, deyirik ki, yumşaq çörək. Yumşaq çörək deyəndə burada çörək ismi aiddir. Yumşaq çörək deyəndə burada deyəndə ki, əlamət yoxsa keyfiyyət bildirir. Mənasında məsələn, yumşaq çörək. Necə çörək? Yumşaq çörək. Yumşaq burada artıq sifətin əlamətin bildirdi. Yəni yumşaq olmasını bildirdi. Əlamət bildirdi. Amma desək ki, məsələn desək ki, keyfiyyət bildirmək deyəndə, məsələn desən igid əsgər, bu da əlamət bildirdi. İgid əsgər. Necə əsgər? İgid əsgər. Bu da keyfiyyət bildirdi. Keyfiyyət bildirən sifətlərə aiddir. Məsələn, əlamət bildirən sifətlərə də misal göstərsək, məsələn desək sarı köynək. Burada rəng bildirirsə, demək ki, əlamət bildirdi. Və yaxud da ki, deyə bilərik ki, uzun ağac. Bu da əlamət bildirdi. Bir sözlə, yəni əlamət bildirənləri, keyfiyyət bildirənləri əsasən necə ayırmaq olar? Əlamət bildirən deyəndə əsasən onu gözlə görə biliriksə, yəni gözlə görünürsə, bu əlamət bildirir. Keyfiyyət isə gözlə görünməyən aiddir. Yəni gözlə görünməyənlərə aiddir. Yəni bu formada da yadınızda saxlaya bilərsiniz.